Deməli belə, bugün danışırıq nədən? Biz demişdik ki, ümumiyyətlə elektrik yükünü toplayan, ayıran və ötürən qurğu var ki, onun adlanırdı kondensator, düzdür? Deməli, kondensatorlar dövrəyə iki formada qoşula bilirlər. Bunlardan ardıcıl qoşulma, ikincisi isə paralel qoşulmadır. İndi gəlin danışaq ki, ardıcıl qoşulmada necə olur, paralel qoşulmada necə olur? Ardıcıl qoşulmada könülə birinə bərabər olur. Deməli, birinci necə ardıcıl qoşulmanı necə tanıyırıq, paraleli necə tanıyırıq? Mənim bir dövrəmdir, müsbət, mənfi, bir mənbədir bu. Mənbədən elektrik yükü çıxır. Bax, bir kondensator, iki kondensator, elektrik yükü gəldi. Deməli, bu formadadırsa, yəni çıxan elektrik yükü heç bir şəkildə parçalanmaya məruz qalmadan, ayrılmadan ötürülürsə düz xətt formasında elə bil. Bu zaman deyirik ki, bu formada birləşmə nə adlanır? Ardıcıl birləşmə. Aydındır? Elektrik yükü parçalanmamalıdır. Əgər buradakı elektrik yükü parçalanmadan keçirsə, onda bura 1 deyirəm, burada 2 deyirəm. Q1, Q2 nədir? Bərabərdir. Onda bir dənə Q deyək. Başa düşdük? Çünki onsuz buradan çıxan Q paylanır. Amma ki, dövrənin ümumi gərginliyi artıq bunun gərginliyi ilə digərin gərginliyi fərqlidir. U1 üstəgəl ümumi gərginlik iki kondensatorun gərginlikləri cəmən olacaq bərabər. Yəni, ümumi onu tapmaq üçün bu ikisini toplamağımız kifayətdir. Bunlar əsasında da biz C-ni tapa bilərik ki, S 1 bölünsün. S ardıcıl qoşulma olduğu üçün bir dənə bura A yazırlar. Ayırmaq üçün bir-birindən. Bərabərdir. 1 böl S1 üstəgəl 1 böl S2. Yəni, tərs qiymətlərinin cəminə. Bunu belə veririk ilkin. Sonra buradan S ardıcılı mən çıxarda bilərəm. Ortaq məxrəc S1, S2. S2 üstəgəl nə? S1. Bir dəfə də kəsri fırladıram. Çünki 1 böl S ardıcıldır. S1, S2 çıxır yuxarı. S1 üstəgəl nə? S2. Başa düşürük? Yəni ki, əslində istənilən halda birinci düsturla mən cavaba gəlib çıxa bilirəm. Amma daha rahat olsun deyə ikinci düsturda veririk biz. Yenə S ardıcıl bərabərdir. Əgər mənim tutumlarım bir-birinə bərabər olsa, yəni S1, S2-yə bərabərdirsə, bu zaman S ardıcıl bərabərdir. S bölünsün N. Burada N kondensatorların sayıdır. Yəni, misal tutaq ki, məsələdə deyir ki, 5 dənə hər birinin tutumu 25 farad olan kondensator bir-birinə ardıcıl qoşulmuşdur. Bəli, birini tapmaq üçün, ümumi tapmaq üçün 25-i bölərik 5-ə, taparıq neçədir? 5-dir. Yəni, ümumin verildiyini bölürəm nəyinə? Sayına. Başa düşdük? Bu ardıcıl qoşulmadır. İndi bir də var paralel qoşulma. Paralel qoşulmada necə olur? Yenə mənim bir mənbəyimdir. Buraya yazaq ardıcıl. Bax, müsbət qütbdən çıxan 6-6 olur belə. Bəli, elektrik yükü gəlir. Burada artıq neynədir? Parçalandı. Neçə hissəyə? 2 hissəyə. Gördüyünüz kimi yük gəldi. Neynədir? 2 hissəyə parçalandı. Birinci, bu da nə? İkinci. Sonra gəlirlər burada. Tezdən nə edirlər? Görüşüb, qaydırlar mənbəyə. Başa düşdük? Bax, bu formada əgər elə bir xətti tutursan əlini qarışdırmamaq üçün. Çünki orada fərqli biraz dövrələr olacaq. İndi yavaş-yavaş öyrənəcəksiniz. Parçalanma varsa paraleldir. Parçalanma yoxdursa ardıcıldır. Bu zaman artıq görürük ki, bura yenə 1, bura 2. Artıq nə olacaq? Q'lər bərabərdir. Xeyr. Çünki nə olur? Parçalanır 2 yerə. Yəni, bilmirəm necə parçalanır. Məsəl üçün 0.4, 0.6 nisbətində parçalanır. 0.3, 0.7 nisbətində parçalanır. Ona görə ümumi Q-ni tapmaq üçün Q1 ilə Q2-ni nə edirik? Toplayırıq. Amma bu dəfə isə bu formada qoşulmada gərginliklər sabit qalır. Yəni, ümumi U, U1-ə, o da bərabərdir nəyə? U2-yə. Bəli, əslində çox da fərqli bir şey deyil, tərsinəsini yazırıq. Paralel qoşulmada isə onların tərsi yox. Öz qiymətləri nə olur? Toplanır. S1 üstəgəl nə? S2. Bax, yadda saxlayın.
Ardıcılda tərs qiymətlər toplanır, amma 1 bölü S ardıcıl üçün. Paraleldə isə özləri toplanır. Bu zaman yenə N sayıdadırsa bu zaman nə edirik? Vururuq. S vurulsun N. Başa düşürük. Bu da ardıcıl. Sual varsa verin deyin. İzah edin. Yoxdur ki. Yaxşı. İndi bir də var ki, dövrəyə həm paralel qoşulur, həm də ardıcıl, yəni qarışıq birləşmə. Onda necə eləyəcək? Misal üçün, yenə bir mənbəm olsun. Bir dənə kondensator buradadır. Buna 1, buna 2, buna 3. İndi sən mənə görüm ki, ya. 2 ilə 3 bir-birinə necə birləşib? Paralel. Paralel. Biz 1 onlara necə birləşib? Ardıcıl. Ardıcıl. Bax, 2, 3 əvvəlcə həmişə belə ayrı olana baxırıq. 2, 3 paraleldir. Gəl rahat olması üçün qiymət deyək. Buna deyək, tutaq ki, 4, buna deyək 6, buna deyək 10. Düzdür? Onda S paralel tapmaq üçün 4, 16 nə edərəm? Toplayalım. 10. İndi burada bir dənə təzə tutum yaranır elə bir ikisindən. 10. Bir dənə təzə burada nə var? 10 var, mənim özüm bildiyim. İndi S-lər bərabərdirsə, hansı düstur idi? 10 bölü nə? 2, 2 dənə deyil, olacaq neçə? 5. Və yaxud da, heç bu yadından çıxıb, düsturla yerinə qoya bilərik. 1 bölü 10 üstə gəl 1 bölü 10 bərabərdir 10'da 2. Onun da tərs qiyməti eləcək yenə nə? 5. Fərqi yoxdur. Yəni istən düsturla qoy, istən belə sayına böl. Başa düşürük? Onda paraleldəki o ikisinin cəmi ardıcıla bərabər olmalıdır. Bəli, bəli. Yaxşı. Sonra danışırıq elektrik sahəsində enerjidən, bir də elektrik sahəsinin enerji sıxlığından. Birinci danışaq enerjidən. Yazıda göstərmişdik ki, elektrik sahəsində ümumiyyətlə təzə bölməmizdə enerji W şair olunur. W elektrik olduğunu indeksinə Y yazırıq. Y bərabərdir. Cu kvadrat bölü 2. Q'nun kvadratı bölünsün 2'si. Bir də Q bölünsün nə? 2. 3 dənə düsturu var. C kvadrat bölü 2. Q kvadrat bölü 2. Bir də Q bölünsün 2. Məsəl üçün, məsələdə baxırsan nə verir? Q'nu konstant veribsə, W ilə C necə asılıdır? Tərs. U-nu konstant veribsə, W ilə C necə asılıdır? Düz. Yəni, nəyin mötərizənin içində konstant verdiyini diqqət edin. Yaxşı. İndi bircə onu demədim. Ardıcıl qoşulmada bayaq dedik nə konstant idi? Q. Düzdür? Əgər Q konstantsa, onda W-nun Q'nun kvadratı bölü nə? 2S düsturla istifadə olunur. Paralel birləşmədə isə U konstantdır. U konstantsa W-nun Cu kvadratı bölünsün nə? 2 düsturundan istifadə edirik. Başa düşdük? Yaxşı. Bir də var enerjinin sıxlığı. Enerjinin sıxlığı kiçik W işarə olunur. Kiçik W bərabərdir. Epsilon 0, epsilon Y burada intensivlikdir. Kvadratı bölünsün 2. Burada düstur böyükdür, uzundur. Amma əzbərləməyin yerinə qoymağı öyrənin. Burada 2 dənə hal yaranır. Bir elektrik mənbəyinə qoşulub, Ayrılıb. bir də ayrılıb. Yenə o konstant. Qoşulubsa bəli, nə konstant idi? U konstant. U konstantsa Y-nin yerinə nə yazırdıq Mədinə? U bölü S. D. U bölünən D. Ayrılıbsa Q konstantsa yerin yerinə nə yazırdıq? Epsilon 0, epsilon S. Epsilon 0, epsilon S. Düzdür? İndi gətirib bunu yerinə qoyuram. Epsilon 0, epsilon dəymirəm. Y-nin yerinə U-nun kvadratı bölünsün nə? 2D-nin kvadratı. Gördüyünüz kimi U-dan düz kvadratik, D-dənsə tərs kvadratik asılıdır. U-nu kvadratı yüksəltdik, deyə D-ni də kvadratı yüksəltdik. Və Y burada nədir? Kvadrat. Y də U bölü D deyil. Y-nin yerinə U bölü D yazanda İkisinin də kvadratda kvadrat. axı, bəli, bəli. Burada isə Q, burada indi biraz dəyişir. Amma çıxarmaq olur da. Yenə Y-nin yerinə nə yazırıq? Q-nün nəyi? Kvadratı. Epsilon kvadrat. Bir dəqiqə, mən burada epsilonu niyə yuxarıda, aşağıda yazdım ki, bir dəqiqə.
epsilon 0, epsilon. Bunu olduğu kimi yazıram. İndi y'nin yerinə q'nun kvadratı, epsilonun kvadratı, epsilon 0'ın kvadratı, s'in nəyi? Kvadratı, düzdür? İndi bax buradakı epsilonlar, buradakı epsilonlar neynədir? Getdi. Oldu q'nun kvadratı 2, epsilon 0, epsilon, s'in nəyi? Kvadratı. Başa düşürük? Yəni, yenə deyirəm, əzbərləmə istəyirsiniz, fərqi yoxdur. Əzbərləyə bilirsən, əzbərin yaxşıdır, əzbərlə. Əzbərləyə bilmirsən, onda neynə? Çıxart. Bax, mənə kimi çıxarda bilərsən. Misal üçün, mən bunu düsturu, mən əzbər həqiqətən bilmirəm. Mən bunu çıxarda bilirəm amma. Yəni, amma çıxartmağınıza arxayın olun ki, çıxarda bilirsiniz. Belə. Bu qədər. Sual var. Evdə ikinci hissəni. Yoxsa bu omega deyildi. Bu balaca W'dur, omega deyil, yox. O, omega kimi labiyyatda saxlaya bilərsən, fərqi yoxdur. Amma omega o omega deyil də, yəni. Bilərsən. Yaxşı, videonu dayandım.